Salam, hər vaxtınız xeyir olsun. Bugün biz Başkənddəyik, Göranboyun Başkəndindəyik və Xocalı şəhid ailəsinin evindəyik. Hər birimizə məlumdur ki, ötən əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı oldu və 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə ermənilər ən böyük faciəni yaşadı. Bu faciələrdən birini də yaşayan, bax mənimlə qarşı-qarşıya oturan elə Rahilə xanım, sonra xanım özü ismi xanımdır, onlar da yaşamışdı. Onların faciəsi haqqında saatlarla deyil, günlərlə deyil, aylarla, illərlə danışsan, yəni bitib tükənməz. Hər biri öz doğmalarını o torpaqlarda şəhid verdi və o torpaqlarda şəhid verən doğmalarının axtarışına çıxdılar. Rahilə xanım hələ də həyat yoldaşının məzarını tapa bilməyib. Amma xanım bacımız qardaşının məzarı artıq tapılıbdır, çox şükür. Güman edirəm ki, bir gün Rahilə xanımın da, həyat yoldaşının, Vidadi qardaşımızın da cəsədi tapılar. Xanım bacım, sözü sizə vermək istəyirəm. Çünki sizin də faciəniz böyükdür. Ananız, qardaşınız, bacınız, bacının uşağı. Ümumilikdə sizin nəsil şəcərənizdən 25-ə yaxın şəhid vermisiniz. Buyurun, mən sizi dinləyirəm. Hmm. 1992-ci il fevral ayı 25-26-sına keçən gecə ağır gəldi. Dəhşətli faciə oldu. Bu faciə zamanı 25 nəfərə yaxın yaxınlarımı itirdim. 4 nəfər ailə üzvünü itirdim. Ailə üzvündən anamı, qardaşımı və bacım uşağını itirdim. Bir qardaşımsa 18 gün əsirlikdə qaldı. 18 gündən sonra onu böyük qardaşım əsirlikdən geri aldı. Allah verdi Bağırovanın əlinə, köməyinə. O birisi qardaşım 32 il ondan xəbər bilmədik. Biz onu elə bir sağ gözləyirdik. Onu itkin kimi gözlədik. 32 ildən sonra nəhayət prezidentimizin sayəsində şəhidlərimizin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin. Onların sayəsində torpaqlarımız alındı. Kütləvi məzarlıqda qardaşımın məzarı aşkarlandı. Onu gətirdik Sumqayıt qəbirstanlığında dəfn elədik. Nə deyim, Xocalı üçün Xocalıya qayıtmaq ağır dərddir. Çünki elə bir fevral ayı gələndə təzələnir o dərd. Qaysaqlamış yaramız qopur. Xocalıya getməkdə vətəndir, sevinirsən bir yandan. Ki vətən alındır, vətənə qayıdırıq. İçində gedəndə başqa bir hiss oyanır. Amma bir tərəfindən də ki, kədərlənirsən. Bu hissləri keçirsən, adam dəhşətə gəlir ki, gecənin bu vaxtında belə qışqırıq, müharibə, millət qırılıbdır, yaxınların qırılıb, bitki vermirsən. O kütləvi məzarlığı da görəndə heç dayana bilmirəm. Mən ora gedib gələndə başqa cür olurum, heç özümə gələ bilmirəm. Biraz keçmişə qayıtsaq, məsələn, siz əslən Xankəndidənsiz, elə deyilmi? Yox. Hansı? Xocalının Cəmili kəndi. Xocalının Cəmili kəndindənsiz, yəni əslən Xocalıdansız. Bax, o illərin ağır faciəsini yaşayan sizin bacınız da şəhid olub, ananız da şəhid olub, bir də bacınızın övladı şəhid olub. Mümkünsə bu barədə biraz danışın. Bacınız haqqında danışın. Nə cür şəhid olub, hamısından. Bacım elə bir ki, gecə faciə baş verən zaman qardaşım anamı gətirib Çellidə deyib ki, burada heç nə olmaz da. Olal qardaşımdan deyib ki, sizi buradan yola sallam. Elə orada da anama güllə deyib. Qardaşım ama bilmir. Deyib, mən gedim Dilarənin qabağına. Ki, bacım gətirim, xilas edim.
Orada gələndə qardaşım 2 yerdən yaralayıblar. Başından və bir barmağı güllə aparıb. Orada onu əsir tutublar. Əsir götürüblər. Bacıma da elə bir uşağı kürəyində Natiqə güllə deyib kürəyində, elə özünə də uşağı da. Uşağı atıb, uşağı deyib qaçdı. Elə bil ki, uşaq sağdır. Özünü də öldürüblər uşağı da. 2 dənə uşağı amma bilinmirdi. Elə bilirdi ki, onlar da ölübdür. Ağdamda gəlib başqa bir adamın evinə çıxıblar. Orada. Başqa bir neçə gündən sonra onu Ağdamda gətirdilər ki, bu uşaqlar kimdir? Bildik ki, Aydınla Ceyhundur. Biz onlar da öldü bilirdik. Sizinlə yanaşı oturan Rahilə xanımın da, yəni ailə faciələri bir-birinə oxşarlığı var. Rahilə xanım da Şuşadan qaçarkən, Xankəndidən qaçarkən, yəni ermənilər onun da övladını bax, güllə ilə vurmuşdular. O da orada şəhid olmuşdu. Kərkicahan meşələrində. Hə. Yəni həqiqətən sözün həqiqi mənasında çox ağırdır. Sizin bir-birinizdən fərqiniz ondadır ki, siz ürəyinizdən keçənləri bayatlara, şeirlərə köçürürsünüz. Amma Rahilə xanım elə hey içində çəkir. Amma bu bayatlara, şeirlərə çevirmək çox gözəl bir şeydir. İstərdim bir bayatı deyəsiniz. Bayatı deyəsiniz bizim üçün, yazdığınız bayatıdan. Mən balaca evladım elə deyirdim ki, ən çox istədiyim uşaqlarımda Elmirdir. Dilarənin meyidi tapılandan sonra mən deyim ki, Allah, ən çox istədiyim Elmirdir uşaqların içində. Akifdən sağ-sada gəlsin, Akif sağ gəlsin. Elmirə, Akifə qurban deyirəm. Uşaq 5 dəqiqə keçmədi, rəhmətə getdi. Mən ondan sonra bayatı yazdım ki, sən mənim andım qardaş, şəkərim qəndim qardaş. Qurban devlətdən olar, qurban maldan olar. Mən öz evladımı sağ qurban dedim. Gör necə yandım qardaş. Mən Xocalıya aid də şeirlər yazmışdım, nəvələrim. Desinlər, keçin orada. Gəl görüm. Elə 32 ildir o şeiri hər il Bərdədə Zaqdada. Xatadır, Sinanın dağı, yedin zər, içdin ağı, o gecə itirdin neçə doğma, o gecə bərk gördüm zamanı xanım. Amansız yağlar gör etdi nələr, dərdim dilə gələr, dağları dələr, nə qardaş görlər, nə bacı gələr, çəkilməz qəlbimin dumanı xanım. Onu da susturdu düşmən silahı, azalmaq bilməyir qəlbimin ahı, o körpə natiqin nədir günahı, gördü bu dəhşəti bəlanı xanım, gözündən süzülən yaş silməzsən, heç vaxt ürəkdən deyib gülməzsən, daha bundan sonra tapa bilməzsən, bir daha görməzsən ananı xanım, sənə öz can tək yananı xanım. Müsibət günlərin çatıbdır ilə, Xocalı qırğını sığışmırdılar, təbiblər, loğmanlar yığışsa belə, sağalda bilməz yananı xanım. Halal olsun, molacız, afərin. Qardaşınızın məzarı artıq var. Xocalıya getmisiniz, bacının məzarını gedib ziyarət eləmisiniz? Yox, Ağdamda dəfn olunub olar. Ağdamda olubdur, amma elə gedəndə o keçmişi xatırlayıram. Onun balaca oğlu Natiq mənə dedi ki, xala 5 dəqiqə burada gözlə, Gülsarənin qolundan tutdu ki, bacımın qoluna getsin. Getdi məhəllədən bir dəstə gül yığdı, qızıl gül. Dedim onu bacıma verirəm. Elə gedəndə onlar hamısı gözümdə xatırlanır. O çayın qırağına onunla bilə suya gedirdi. Allah səbir versin. Rahilə xanım, bax bu görüşlərin hamısına səbəbkarı sizsiz. Buyurun, sizi dinləyirəm. Xanımın anası Biz gilinə qonşu olmuşam. anam gilinə yaxın qonşu olub. Bir evli kimi olmuşam. Hər atışma düşəndə onların biri yeraltı yer düzəltmişdi, torpağı qazır. Xanımın anası çığırırdı, tez gəlin, tez gəlin, erməni gəlməmiş, tez gəlin, dolun bura. Girirdik ora, kişilər hamısı avtomatı götürüb çıxırdı, biz qadınlar da yığışırdıq ora. Mən elə bilirdim ki, o mənim anamdır orada. Ona bir ana kimi baxırdım orada. Çünki mənim orada heç kimim yox idi. Bir evli kimi olmuşduq. Dilarə ilə mən bacı kimi olmuşdum.
Akif Hastayan. həmişə danışırdı, sən Vidadi ilə danışırdı. Akiflə mənim yoldaşım bir yerdə gedirdi döyüşə, bir yerdə gəlirdilər. Bir yerdə olurduq, gah onlarda olurduq, gah bizdə olurduq. O faciə mənə də çox təsir eləyir. Bu günləri xanımla burada söhbət eləyirəm. Dünənləri o qəbir üstə çıxdım. Elə bil bütün yaralarım təzələndi. Yaralarım qaysaqladı. Nə deyə bilərəm? Kaş mənim də yoldaşımın meyidi tapılardı. İnşallah. Mən də gözümü yollardan Gözün çəkərdim. yollardan yaşardı. Bilərdim ki, Yücetay yol gözləmirəm. Bu ağır, çox ağır faciədir. Bu adamın evindən bir dənə bir şey itəndə ömür boyu gözü gəzir. Amma biz bir yaşlı bir insan itirmişik. Hər dəqiqə gözümüz yoldadır. Allahdan hər ikinizə səbr diləyirəm. Allah cəmi Çox sağ olun. şəhidlərimizin rəhmət eləsin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amin. Allah prezidentimizə dəyməsin, prezidentimizə can sağlığı versin. Onların sayəsində. Amin. Şükür bugünkü günə. Amin.